Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. İslam mənəvi dünyasında zaman sadəcə bir-birini təqib edən günlərdən ibarət deyil. Bəzi zamanlar var ki, insanın dayanıb düşünməsi, öz-özü ilə hesablaşması üçün çox əlverişli vaxtlardır. Ramazan ərəfəsində Rəcəb, Şaban, Ramazan dediyimiz 3 aylar da məhz bu cür aylardandır. İnsanı mənəvi kamilliyə çatdırmaq üçün hazırlaşdıran, Ramazanın möhtəşəm xəzinələrindən istifadə etmək üçün imkan yaradan gözəl və mübarək zaman kəsiyidir. Bugünkü mövzumuz məhz bu məsələ ilə əlaqədardır. Ramazana hazırlıq ərəfəsində 3 aylardan necə istifadə etməli, ümumiyyətlə 3 ayların İslam mənəvi təsəvvüründəki yeri nədən ibarətdir? Bax, bugün bu mövzuları müzakirə edəcəyik. Mövzunu müzakirə etmək üçün həm söhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, İlahiyyat üzrə fəlsəfə doktoru Vüqar Səmədovdur. Vüqar müəllim, xoş gördük. Xoş gördük. Vüqar müəllim, sizinlə yenə mübarək bir dönəmdə və maraqlı bir mövzunu müzakirə edirik. Qarşıdan Ramazan ayı gəlir. Onu bizə hiss etdirən məhz 3 ayların başlanğıcıdır. Artıq 3 aylar daxil olubdur. Bu dönəmin əhəmiyyəti nədən ibarətdir? Bu dönəmin Ramazana hazırlıq baxımından dəyəri nədir? Bunlar ətrafında danışacağıq. Amma əvvəlcə sualımı sizə belə vermək istərdim. 3 aylar anlayışı, mahiyyət etibarilə İslam dini içərisindəki yeri və mahiyyəti nədən ibarətdir? Hansı mənbələrə əsaslanır? Bir də bu sualla əlaqədar olaraq, hörmətli Vüqar müəllim, ümumiyyətlə müqəddəs zaman, mübarək zaman anlayışının mahiyyəti nədən ibarətdir? Yəni, bir vaxtı digər vaxtlardan daha mübarək edən nədir? Biz bunu ağlımızla mı qərar veririk, yoxsa ilahi olaraq bu mənbələr əsasında bizə çatır? İstərdim, bax, bu mövzuya da bir giriş eləyəsin. Köstər müəllim, dediyiniz kimi artıq 3 aylara daxil olmuşuq. Yəni, bu 3 ayların da birincisi Rəcəb ayıdır. Rəcəb ayı da önəmli aylardan biri qəbul olunur. Ta İslamdan öncə də Rəcəb ayı bildiyiniz kimi 4 haram ay ərəblər qəbul edirdilər. Zülqadə, Zülhiccə, Məhərrəm, Zülqadə, Zülhiccə və də Rəcəb ayı. Bunların üçü arxa-arxaya, Rəcəb ayı isə müstəqil olurdu. Yəni, Vüqar müəllim, haram aylar sözünü xahiş edirəm, izah edək. Bəzən insanlarımız bunu yanlış başa düşür. Haram ay sözü ilə nə məna nəzərdə tutulduğunu bilmirlər. Çox gözəl. Yəni, haram aylar odur ki, yəni ərəblərin bir nömrəli keçim vasitəsi qarət edərək yaşayırdılar, hücum edirdilər, onların mallarını qarət edirdilər, övladlarını, xanımlarını əsir edirdilər və bu formada qəbilə quruluşu şəklində yaşayırdılar. Haram aylar budur ki, yəni çıxardılar rəhbərlər Kəbənin ətrafında, yəni Kəbə ta əvvəldən müqəddəsliyini qoruyur. Adəm əleyhissalamla, İbrahim əleyhissalamla oğlunun bildiyiniz kimi inşa edib Rabbənə təqabbal minna dedikləri. Ona görə də hər zaman Kəbənin ərəblər nəzdində möhtəşəm bir mövqeyi olub. Orada məsələn onun elan edərdilər ki, artıq bu haram aydır, bu ayda kim qan töksə, yəni ərəblər ona aşağı gözlə baxırdılar və ondan intiqam alırdılar ki, və ərəb örfü də elə idi ki, gərək hər kəs buna əməl etsin. Yəni bu aylarda döyüşmək haramdır, bu aylarda qarət etmək haramdır, bu aylarda insanlar öz işləri ilə məşğul ola bilərlər, Kəbəni rahat gəlib ziyarət edə bilərlər, yoxsa yolda tutarlar, adamın dəvəsini alırlar, hər şeyini əlindən alırlar və bunu da kifayət edəcək bir yer yoxdur. Yəni bu qəbilələrin öz razılığı əsasında müəyyən ayları, toxunulmaz aylar qəbul edirdilər. Bəs İslamdan sonraki dövrlərdə bu aylar necə oldu? Yəni İslamda da bu orijinallığını qorudu. Bu da nə ilə qorudu? Peyğəmbərimizin buna qərar verməsi ilə qorudu ki, İnnə iddətə şuhur indəllah isnətə aşara minhə arba'atun minhə hurum.
Allah qatında və təbii ki, nəslə də sabitdir. Yəni Allahın qərar verməsi ilə, vəhiy ilə də sabitdir ki, Allah qatında ayların sayı 12-dir və ondan 4 dənəsi haram aylardır. Bu dediyimiz kimi Məhərrəm, Zülqadə, Zülhiccə və Rəcəb ayları. Ona görə də qaynaqlarımızda qeyd edir ki, Rəcəb ayında qılınc səsləri eşidilməzdi və insanlar daha firavan yaşayardılar. İstər-istəməz bir ayın bir adəti, ənənəsi varsa ona hopmuş olur və günümüzə qədər də gəlmiş olur. Və İslamda da Rəcəb ayı xüsusi bir əhəmiyyət kəsb etməyə başladı ki, yəni müqəddəs günlərin orada olduğu ki, məsələn, Mirac bildiyiniz kimi onunla əlaqəli məsələn surədə ayələr var ki, Subhanəllezî əsra bi abdihi leylen minel məscidil haram iləl məscidi aqsallezî barakna havlehu linuriyehu min ayatina. Yəni elə ayələr vardır ki, bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Bayram əhval-ruhiyyəsi kəsb edir ki, Peyğəmbərimizin miraca qaldırılması, əcaib və qəraib hadisələri şahid olması, 5 vaxt namazın orada qərar qılınması, 50 vaxt olub və ümmətindən 5 vaxt namaz qılanlara 50 vaxt savab veriləcəyini, ümmətdən şirk qoşmayanların cənnətlə girəcəklərini və məşhur o Bəqərə surəsinin son ayəsi ki, orada möhtəşəm mənalar var. Yəni Peyğəmbər özünə endirilənə, digər peyğəmbərlərə, kitablara, mələklərə inandı. Yəni bizə ya Rabbi gücümüzü yetməyəni yüklənmə. Möhtəşəm, bəli, möhtəşəm. Ki o verdi ki, bunu hər axşam, yəni səhih hədislərdə oxunması tövsiyə olunan surələrdir. Həşr surəsinin sonu ilə bu Bəqərə surəsinin sonu və bu nimətlər Rəcəb ayında olduğu, Rəcəbin 27-ci gecəsində olduğu və Rəqaib gecəsi dediyimiz gecənin də bu ayda olduğu və bu ən önəmlisi isə yəni bizi Ramazana hazırladığı. Ramazanda bilirsiniz, Şəhr-ü Ramazanəl-ləzi unzilə fihil Quran. Yəni Quranın endiyi, müsəlmanlığın kökünün qoyulduğu, yəni insanları zəlalətdən aydınlığa çıxarılan bir Quranın olduğu, bir hikmət kitabının olduğu. Quran elə belə bir kitab deyil. İmam Qazali deyir ki, şəqqavətül insan isnəni. İnsanın bədbəxtliyinin 2 səbəbi var. Əl-cəhalətu vəl-qaflətu. Cəhalət nə deməkdir? Elmsizlik deməkdir. Həqiqətən də elmsizlik, yəni insanın oxuma yazma bilməməsi, insanın elmdən xəbəri olmaması, dünyadan nəyin baş verib, bu həqiqətən insan üçün bir bədbəxtlikdir. Və bunu Quran-Kərimdə bilirsiniz ki, çox vurur. Həl yəstəvillədinə ya'ləmunə vəllədinə la ya'ləmun. Yəni İslam dini möhtəşəm elmə dəyər verən və onu təşviq edən, Rabb zidni ilmən və fəhmə. Ey Rəbbimiz, elmimi və fəhmimi artır. Yəni bu müstəqil bir verilişin mövzusudur. Elm öyrənmək, elm insana nələr bəxtidir. Yəni həqiqətən də cəhalət dediyimiz şey, cahilliyi ortadan qaldıran şey elmdir. Elm, əl-ilmu nurun, elm bir nurdur. İkincisi də ən önəmli xüsuslardan birisi də qəflət. Qəflət nə deməkdir? İnsanın özünü unutması. Yəni insanın özünü unutması ki, məni bu dünyaya kim göndərib? Nə üçün göndərib? Çünki həqiqətən insan dünyaya nəfislə göndərilir və bu nəfislə mücadilə etməsi lazımdır. Nəfsi boş buraxdığın zaman nəfis meyllir. Nəfsin də məsəl üçün meyllədiyi şey nədir? Maldır. O, məsəl üçün, Ali İmran surəsinin 14-cü ayəsi var. O çox gözəl o nəfsi tərif. Züyyinə linnəsi bu şəhəvat minən nisəyi vəl-bəninə vəl-qanatiril muqantarati minəl zəhəbi vəl-fiddati vəl-ənami vəl-harc zəlikə mətəul həyatid dünya vallahu indəhu husnul məəb. Yəni insanlara övladlar, qadınlar, cins atlar, ciplər deyək indi. Gümüş, qızıl. Yəni həqiqətən də biz insanları kateqori ilə etsək, yəni insanlar bunlara tapırlar. Kimisi ailə üçün çalışır, kimi desən mən övladım üçün çalışıram. Övladları bizim millətdə xüsusilə yəni övladı üçün yaşayan bir millətdir. Ona görə də Qurani-Kərim onları fitnə deyə qeyd edir. Təbii ki, sual olunar ki, adam ailəsi fitnə ola bilərmi? Yox, fitnə deyil. Əslində sənin üçün bərəkətdir. Amma sən onu ilahlaşdırdığın zaman, qoy bir nədir, övladları bir həqiqətən mərkəzinə qoyduğun zaman o sənin üçün fitnə imtahan deməkdir. Fitnə sənin ağlını başından alan deməkdir. Bəli, deməkdir. Yəni bunlar sənin üçün bərəkət olmalıdır. Çünki əl-məlu vəl-bənunə zinətul həyatid dünya. Vüqar müəllim, çox gözəl məqama gəldiniz. Mən bu məsələnin üzərində biraz durmağınızı istəyəcəm. Çünki xüsusilə müasir həyat, müasir
şəhər həyatı, Tabii. urbanizasiya, insanların əksərinin şəhərlərdə yaşaması, gündəlik məişət təlaşı içərisində olmağımız, hər kəs sabah tezdən evindən çıxır, qazancının, ailəsini dolandırmağın qayğısı ilə axşama qədər işləyir, axşam gəlir. Nəticədə bu şəkildə fiziki olaraq və ya əqli cəhətdən özümüzü təkmilləşdirməyə və maddi cəhətdən təminatımızı qarşılamağa çalışırıq. Böyük şəhərlərin hamısında bənzər problemlər var, yəni bu bir şəhərə aid bir şey deyil. Və belə olan halda insanlar o mənəvi boşluğa düşürlər, o qəflət dediyiniz şeyin içərisinə düşürlər. İnsanı insan edən dəyərlərdən, insanı mənəvi cəhətdən təkmilləşdirən, kamil nöqtəyə çatdıracaq dəyərlərdən uzaq düşürlər, qəflətə qapılırlar bu mənada. Xüsusilə İslam anlayışında insanın daimi olaraq Allahı xatırlaması tövsiyə olunur. Hər an, məsələn, Həzrət Peyğəmbərin həyatından bu nümunələri biz görürük ki, adi evdən çıxarkən dua ilə çıxır, evə qayıdarkən dua ilə qayıdır. Bir miniyə mindiyi zaman dua edir, su içərkən dua edir, bir şeyə paltarını geyərkən dua edir, bir işə başlayarkən dua edir. Bu nəyə gətirib çıxarır? İnsanın yaradanla mənəvi əlaqəsini daim canlı tutmağı, aktiv tutmağı təşviq edir ki, insan mənəvi cəhətdən böhrana düşməsin. Amma müasir cəmiyyətdə bizim həyatımızda bu hissə elə bil ki, biraz daha geri planda qalır. Biz öz mənəvi dünyamıza yönələ bilmirik, vaxtımız qalmır. Bax, bu baxımdan 3 aylar bir fürsətdir. Bunları necə dəyərləndirmək olar? Bu aylarda olan gecələr, bunların bizim özümüzə qayıtmağımız baxımından əhəmiyyətindən istəyirəm biraz danışaq. Kövsər müəllim, çox gözəl giriş etdiniz. Bizim əsas hissəmiz ruhumuzdur. Amma biz bədən qidasını veririk, amma ruhumuzun qidasını vermirik. Hətta yəni ruhumuzun qidası bədənimizin qidasından daha acdır. Ona görə də müasir insanın deyək ki, bədbəxtliyi buradan başlayır. Müasir insanın mutsuzluğu deyək, buradan başlayır ki, yəni bədənin qidası verilir, ruhun qidası verilmir. Hətta Həzrət Mövlananın bir sözü vardır ki, deyir ki, o bədəninə yağlı, ballı qidaları verməyi biraz azalt. O sənin torpağa verən hissəndir. Əsas o yağlı, ballı qidaları ver, nəyə? Ruhuna ver. Yəni, bu yağlı, ballı dediyim şey, yəni mənəviyyatın ən şah tərəfini ver. Yəni, bu da nədir? Bu da riyazatdır. Nəfsə qarşı gəlməkdir. Yəni, nə deyir? A'da aduvvükə nəfsükəlləti beynə cəmbeykə. Ən böyük düşmənin sənin, səndə olan nəfsindir. İnnə nəfsə lə əmmaratun bissu. Nəfs insana pisliyə əmr edir. Yəni Allah-u Teala əslində nəfis Allah-u Teala'nın yaratdığı 3 məxluq arasında insana bir nəfsi vermişdir. Deyək ki, şeytan üsyan etməklə mükəlləfdir və yaxud da o yolu tutmuşdur deyək. Mələk üsyan edə bilməz ibadətlə. Allah-u Teala bunların içərisində insana nəfis vermişdir və mələklərin üzərinə çıxacaq potensialı vermişdir. Eyni zamanda şeytandan da şeytanlaşır. Bəlhum ədal dediyi, daha aşağı dediyi Quran-ı Kərimin səviyyə düşə biləcək səviyyədədir. Nəfsi təzkiyə etməyin hansı yolları var? Yəni bu aylarda insanlar Ramazana da hazırlıq baxımından nələrin fərqində olmalıdırlar? Nəfsi necə təzkiyə etməlidirlər? Bu ancaq insanın şəxsi ilə olacaq bir şeydirmi? Öz-özünə oturub təfəkkür etməsidirmi? Yoxsa ona haqqı, doğruluğu xatırladacaq şeyləri dinləməsidirmi? İbadətdirmi? Məşhur ayəni də bilirsiniz ki, var. Kəmə ərsəlnə fikum rasulən minkum yətlu aleykum əyətinə. Yəni sizə bir peyğəmbər göndərdik ki, ayətlərimizi oxuyur. Və yuallimukumul kitabə və yüzəkkikum. Sizi təmizləyir. Və yuallimukumul kitabə vəl hikmətə. Yəni həqiqətən niyə görə bu aylara biz önəm veririk? Yəni dini elmlər, məsəl üçün gedərsən başqa elmləri oxuyarsan, yəni günah içində də oxuyarsan, anlayarsan, edərsən, coğrafiyadır, fizikadır, kimyadır məsəl üçün. Amma dini elmlər və yaxud da müqəddəs kitabımızı qaldırmaq üçün, məsələn, Peyğəmbərimiz sizcə niyə hubbibə iləyəl xaləu deyir? Deyilmi? Vahiy gəlmədən öncə. Niyə bu adam ailəsini tərk edir, müvəffəqiyyətli bir tacirdir, pulu var, xanımı var, övladları var, sayğınlığı var, əl-əmin
deyir, verirlər. Niyə birdən-birə bunların hamısını tərk etdi? Hira mağarasına çıxdı və orada yəni su, çörək götürərək orada təfəkkürə daldı. Yəni bu aylarda əsas məsələ nədir? Təmizlənmək lazımdır. Quranı Ramazanda oxuduğumuz zaman Quran özünü bizə daha fərqli açır. Deyirsiniz ki, acaba Quranda bu ayə vardı. Mən illərlə də oxuyurdum, bu ayənin indi fərqi nə vardı? Niyə? Çünki Ramazanda bir fərqlilik olur. Yəni insanın təmizlənməsi lazımdır ki, o ayələr onu açsın. Yəni müqəddəs kitabın digər kitablardan ən önəmli fərqinin bu olduğunu biz söyləyə bilərik. Ona görə də yəni insanın yalnız qalması. Yalnız qalarkən də yəni burada nə olur? İnsanın özü üzərində təfəkkür edir. Bir çox insanın topluma qarışmasının səbəbi onunla qarşılaşmağı istəməməsi. Bununla qarşılaşdığında, yəni insanın özü ilə qarşılaşmasından o irfan dediyimiz şey budur. Qəflətdən oyanmaq dediyimiz şey budur. Yəni birinci növbədə insanın yəni özü üzərində təfəkkür etməsi. İmam Qazalinin kitablarında bu nəfsi bəlli bir heyvanlara bənzədirlər məsəl üçün. Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevmir. Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun. Peyğəmbər belə o qədər cəmiyyət içərisində nüfuzlu bir insan olması ilə yanaşı təfəkkür etmək üçün ailəsindən uzaqlaşa bilirdi. Bu, onun əslində öz daxili dünyasını eşidə bilmək üçün, ona qulaq asa bilmək üçün, dinləmək üçün kənar səslərdən uzaqlaşmaq mənasına gəlir. Bugün bizim üçün də insanın öz daxili dünyasını eşitməsi üçün bir problem var. Yəni şəhər mühiti, bu mühit içərisində istər-istəməz insan öz daxili dünyasını eşitməkdə çətinlik çəkir. Kənarın səsi bizim daxili dünyamızı eşitməyimizə mane olur. Dediyiniz məqamlar insanın öz daxilinə dönüb, o özünü dinləməsi, özünü tanıması, bax, çox gözəl bir məqama toxundunuz, insanın nəfsinin qəzəb və şəhvət duyğuları. Biz həmişə danışırıq ki, insan özünü tanımalıdır əvvəlcə. Bax, insanı tanımaq bu dediyiniz məqamları bilmək deməkdir. İnsan bilməlidir ki, onu bu davranışa sövq edən nədir? Onlarla mübarizənin yollarını tapmalıdır. Ramazan ayı sadəcə mənəvi baxımdan deyil, insanın bioloji baxımdan da fərqli bir müddət, zaman kəsiyinə girdiyi bir dövrdür. Orada istər-istəməz biz bədənimizi də yeni vərdişlərə alışqan hala gətirməyə çalışırıq. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nə buyurur? Əş-şitəu rabiul mümin. Qış müminin baharıdır. Bu aylarda nafilə oruçları 1-ci, 4-cü, 13, 14, 15-ci və yaxud da ki, yəni Peyğəmbərimizin yəni elə oruç tutardı ki, deyərdilər ki, heç vaxt yeməyəcək, elə yemək yerdə heç vaxt. Yəni istədiyin vaxtlarda oruç tutaraq oruca alışmağa lazımdır. Yəni 1-ci, 4-cü günlər və ya əyyamı 13, 14, 15-ci günlər. Yəni bu oruçda tutaraq artıq yavaş-yavaş oruca vərdiş etməyə başlamaq lazımdır ki, yəni həqiqətən də bunun nafilə oruçların da fəziləti çoxdur. İnsana xeyir, bərəkəti çoxdur. Bundan sonra da Şaban ayı gəlir ki, Şaban ayında Peyğəmbərimizin başından sonuna qədər oruç tutduğunu söyləsələr belə, Şabanın nısfı Şabandan sonra oruç tutmayın dediyi də var. Oruca alışqanlığı olan adamlar yenə davam edə bilərlər, yəni orucu. Amma deyək ki, hər zaman Ramazanda oruca başlayanlar, yeni oruca başlayanlar üçün isə tövsiyə olunmur. Niyə? Bədən zəif düşüb də Ramazan qəzaya qalmasın. Çünki çox yaxşı bilirsiniz ki, yəni nə qədər nafilə ibadətlər tutsan, yəni deyək ki, 100 gün Ramazan xaricində oruç tutsan, o bir gün Ramazanın fəzilətinə çatmır. Təşəkkür edirəm Vüqar müəllim. Mənə elə gəlir ki, bu ərəfədə çox vacib bir xəbərdarlığı dəyərli tamaşaçıların diqqətinə çatdıra bildik. Çünki artıq marafonun başlanğıcıdır bu. 3 aylar
dövrü. Biz artıq 3 aylara qədəm qoymuşuq. Bu ayların özünə məxsus əhval-ruhiyyəsi, mənəvi atmosferi var. Ramazanı gözəl, bərəkətli, daha faydalı keçirmək üçün həm mənəvi cəhətdən, həm də bədən cəhətindən Ramazan ayına tam təkmil formada çatmış olmalıyıq və ona hazırlaşmalıyıq. Gəldiyiniz üçün bir daha təşəkkür edirəm, minnətdaram. Çox sağ olun. Mən Sağ də olun. sizə təşəkkür edirəm və xalqımıza, millətimizə 3 ayların xeyirli olmasını, bu aylardan bol-bol istifadə etmələrini təmənna edirəm. Əziz tamaşaçılar, bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişində növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.